Danışır Mahaçqala axşamınız xeyir olsun, hörmətli radio dinləyicilərimiz. Dağıstan Radiosu ilə Azərbaycan dilində xəbərlər buraxılışına başlayırıq. Mikrofon qarşısında jurnalist Firuzə Şərifova, rejissor pultu arxasında Minə xanım Mamayeva. Xəbər verdiyimiz kimi Şimali Qafqaz İşləri üzrə nazir Lev Kuznetsov Dağıstanda olub. Federal səviyyəli məmur Respublikanın sənaye potensialı barədə ətraflı məlumat əldə edə bilib. Dağıstan hökumətində Lev Kuznetsovun və Ramazan Abdulatepovun bilavasitə iştirakı ilə aparılmış müşavirədə söhbət əsasən Dağıstanın sosial-iqtisadi inkişafı köməkçi proqramının formalaşması ətrafında getdi. Lev Kuznetsov hər bir sahənin inkişafı üzrə real təkliflər hazırlamaq barədə tapşırıqla çıxış etdi. O, köməkçi proqramın hazırlığı üzrə ilk mərhələdə başlıca diqqəti sosial sektora yönəltməyi məsləhət bilib. Bunlar səhiyyə müəssisələrinin, uşaq bağçalarının, məktəblərin inşasını təmin etməkdən və rayonlarda qazifikasiya işlərini tam başa çatdırmaqdan ibarətdir. Köməkçi proqram çərçivəsində aqrar sənaye kompleksinin inkişafı da nəzərdə tutulur. Bu əlaqəli əsas sahələr artıq müəyyən edilib. Balıqçılığın, dağlıq bağçılığın inkişafı və konserv müəssisələrinin bərpası. Ramazan Abdulatepov bu əlaqədə Respublikada neft-qaz hasili sahəsində mövcud vəziyyət çərçivəsində də kompleks yoxlama işlərinin təminini də vurğuladı. Federal nazir Kaspiysk təbəqə şüşə zavodunda, Nərgiz müəssisəsində və Marabi şirkəti ərazisindəki investisiya meydançalarına da baş çəkdi, Dağdizel zavodunda da oldu. Xəbər verdiyimiz kimi Respublika rəhbəri Şimali Qafqaz İşləri üzrə nazir Lev Kuznetsovla birgə Çeçenistanda olub. Üçtərəfli görüş gedişində Rusiya cənubunda keyfiyyətli yolların inşa məsələləri diqqət mərkəzində dururdu. Belə ki, yaxın gələcəkdə ölkənin şimal regionlarına ərzaq qoyuluşu məhz buradan baş alacaq. Əlavə olaraq, yol inşası Azərbaycan və Ermənistanla iqtisadi əlaqələri inkişaf etdirməyə yardımçı ola bilər. Rusiya Federasiyasının prezidenti Vladimir Putin Dövlət Duması fraksiyalarının üzvləri ilə görüşündə Krımın Rusiya üçün birləşdirici rola malik olacağını qeyd edib və deputatları, siyasi partiyaların, dini və ictimai təşkilatların nümayəndələrini məhz bu məqsədi tətbiq etməkdə yardım göstərməyi səsləyib. Rusiya Federasiyasının Əmək Nazirliyi əlil uşağı olan ailələrə ana kapitalından yaşadıkları mənzillərin avadanlıqla təchizatına istifadəsinə icazə vermək təşəbbüsü ilə çıxış edib. Mütəxəssislərin fikrincə məhz bu yolla əlil uşağın sosial məişət çərçivəli adaptasiyası təmin olunar. Əvvəllər Əmək Nazirliyi analıq kapitalını səhiyyə xidmətinin təmininə, avtomobillərin əldə edilməsinə və ailənin digər ehtiyaclarının ödənməsinə sərf etmək ideyasını dəstəkləmirdi. Xatırladırıq ki, bugünə analıq kapitalı 429 min rubl təşkil edir və bu vəsaiti bütövlükdə ya da ki ayrı-ayrı hissələrlə ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına, uşaqların təhsil almasına və ana təqaüdünün yığım hissəsinin formalaşdırılmasına sərf etmək olar. Narkotiklərin dövriyyəsinə nəzarət üzrə Federal Xidmətin Dağıstan İdarəsi Mətbuat Xidmətinin məlumatına əsasən MAK 2014 əməliyyatının ilk mərhələsində Respublikada qeyri-qanuni dövriyyədən 59 kiloqram narkotik çıxarılıb. Bu əlaqədə 334 cinayət işi qeydə alınıb ki, onların da 129-u ağır və ən ağır cinayətlərdir. 118 nəfər yaxalanıb. Tərkibində narkotik maddələr olan 78 bitki əkin sahəsi aşkar olunub. Bu kimi halların qarşısının alınması üzrə kənd təsərrüfatı kooperativləri, munisipal birlik və qəsəbə məntəqə başçılarına münasibətdə yazılı göstərişlər verilib. Respublika Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən Mahaçqalada Akuşinski prospektində Mariot keçmiş ticarət evi ərazisində kənd təsərrüfat malları yarmarkası keçiriləcək. Respublika istehsalçıları yarmarkaya çox sayda süd və süd məhsulları, meyvə və tərəvəz, ət,
çörək məmulatları bal gətirəcəklər. Avqust ayının 16-sından 24-ədək Mahaçqalalılar bazar qiymətlərindən aşağı qiymətlərlə ərzaq və kənd təsərrüfatı məhsulları əldə edə biləcəklər. Siz son xəbərlərə qulaq asdınız.